Hörmətli YouTube izləyicilərim, bugün qeyri-üzvü birləşmələr arasında genetik əlaqə videomun davamını çəkirəm sizlərə. Ümid edirəm ki, birinci videonu izləmisiniz. Fikirlərinizi bildirsəniz çox şad olaram. Bunlar mənə motivasiya olur və növbəti videoları daha həvəslə çəkməyə başlayıram. İndi 63-cü. Keçən dəfədən yəqin ki, bir qədər artıq məlumatımız oldu ki, nə ilə reaksiyaya getmir, hansı reaksiyalar gedər, nə getməz. Bunları bilməyimiz çox vacibdir. Yəni, ümumiyyətlə, bu mövzunu əgər yaxşı yazmaq istəyirsinizsə, öncədənki mövzuların reaksiyalarını çox gözəl bilməlisiniz. Belə, 63-də bizə nə deyir? Maqnezium hidrokarbonat gördüyünüz kimi gelib natrium karbonatla. Burada nə alınır? Bu reaksiyamız gedər. Çünki hər iki duz reaksiyada suda həll olandır və nəticədə çöküntü alınır. Bu da bizim maqnezium karbonatımızdır. Yadınızda sizə keçən dəfə izah etmişdim ki, duz ümumiyyətlə əgər çöküntü halında duzdursa, o heç vaxt duz və qələvi ilə reaksiyaya girmir. Yalnız turşuda həll ola bilər. Ona görə də burada elə baxan kimi qaydaya görə 1 və 2-ni ixtisar edirik. 3 ilə reaksiyaya girəcək. Çünki nitrat karbonatdan güclüdür, onu duzundan sıxışdırıb çıxaracaq. Nəticədə maqnezium nitrat, karbon qazı və su alınır. Ona görə burada getməyən reaksiyalar 1 və 2-dir. Yəni qaydaları bilsəniz rahat gedəcək. Növbəti ikinci suala baxıram. Daha doğrusu 64-cü suala baxıram burada. Deyir ki, hansı maddələr suda yaxşı həll olur? Aha. Əvvəlcə baxaq görək nə alınır. Natrium hidroksid karbon qazı ilə girdikdə nə alınacaq? Natrium karbonat. Bu reaksiya bilirsiniz 2 cür gedir. Əgər qələvi az götürülsə, hidrokarbonat alınır. Xatırlatmaq istədim. Natrium karbonat, kalsium hidrokarbonatla girsə, nəticədə nə alınır? Kalsium karbonat və natrium hidrokarbonat. Kalsium karbonatla nitrat turşusundan girsə, kalsium nitrat və karbon qazı su. İndi deyir ki, hansılar suda yaxşı həll olur? Karbonatın dedik ki, natrium, kalium və ammonium duzlar həll olur. Qalan duzlar çöküntüdür. Ona görə burada bir suda həll olacaq. Bir də ki, nitrat turşusunu bilirsiniz ki, bütün duzlar suda həll olur. Ona görə burada cavab X və Z olur. Bunu da görürük A variantında. Keçək növbətiyə. Aha, 65-də kalium hidrid üstə gəlinsin su. Burada deməli nə alınacaq? Təbii ki, kalium hidroksid qələvinin alınma üsuludur. Kalium hidroksid karbon qazı ilə reaksiyaya daxil olanda nə alınacaq? Kalium karbonat. Kalium karbonat da maqnezium kloridlə reaksiyaya girsin mübadilə ilə alınacaq maqnezium karbonat. Yenə soruşur ki, hansı maddələr suda yaxşı həll olur? Əlbəttə ki, kalium karbonat və kalium hidroksid, çünki qələvidir. Burada cavab olur X və Y, D variantı. Keçək, deməli 66-ya. Burada nədir? Hansı reaksiyalar məhlulda gedir? Aha. Deməli burada birincidə nə alınır? Birincidə alüminium xlorid natrium hidroksiddən girsə, alınır alüminium hidroksid natrium xlorid. Bu gedir, çünki alüminium hidroksidimiz də bizim çöküntümüzdür. Ona görə bu reaksiyamız gedəcək. Alüminium hidroksid kalium xloridlə girsə, burada alınır alüminium xlorid və kalium hidroksid. Və bunların heç biri çöküntü olmadığına görə, biz bilirik ki, reaksiya nəticəsinə 2 ümumiyyətlə duz və ya duz əsas girsin, mütləq çöküntü, qaz halında maddə və ya su alınmalıdır. Burada isə heç biri yoxdur, 2 getməyəcək. Üçüncüyə baxıram, kalium hidroksid xlorla təbii ki, bu reaksiyamız gedir. Bilirsiniz ki, keçən dəfədən temperatur və temperatursuz bu gedər. Kalium xlorid natrium karbonatla girərmi? Xeyr. Ümumiyyətlə, bilin ki, kaliumla natriumun duzları yanaşı gəldisə, bu reaksiya getməyəcək. Səbəb nədir? Çünki kaliumla natriumun çöküntüsü yoxdur. Ona görə də burada biz cavabı götürürük. Gedən reaksiyalarımız hansılar oldu? 1 və 3. Onu da görürük deməli A variantında. Növbəti 67-yə baxırıq. Maqnezium nitrat plus sink sulfat. Burada nə alınır? Maqnezium nitrat, sink sulfat yenə getməyən reaksiyaları soruşur. Maqnezium sulfat, sink nitrat. Baxın, elə bu reaksiya getməyəcək. Çünki burada çöküntü yoxdur. Yəni dediyim kimi bu getməyəcək. Sonra sink nitrat kalium hidroksiddən sink hidroksid. Bu gedəcək. Niyə? Çünki sink hidroksid çöküntüdür. Nəticədə çöküntü alınsa reaksiya gedir. Burada bir şey vurğulayım ki, reaksiya girən maddələrin də çöküntü olmamasına diqqət edin. Sonra üçüncüdə sink hidroksid natrium xlorid. Burada alınır sink xlorid natrium hidroksid. Bu da getməyəcək çünki çöküntü yoxdur.
Və burada nə görürəm? Ümumiyyətlə başdan sink hidroksid çöküntü olduğuna görə nə dedik? Çöküntü halında olan əsas duzla girməz. Elə başdan getməyəcək bu reaksiyamız. Ona görə 3 ümumiyyətlə sildik. Dördüncüdə də sink klorid qurğuşu nitrat tərkib həlli olandır. Nəticədə qurğuşu klorid çöküntüsü alındığına görə bu reaksiya gedər. Getməyənlər soruşduğuna görə 1 və 3. Bunu da görürəm B variantında. Keçirim növbətiyə. 68-dən davam etsək, deməli burada 68-də hansı reaksiya məxluta getmir deyir. Yenə eyni sualdır. Burada deməli birinci reaksiyamız, baxaq görə maqnezium sulfat, kuprum nitrat. Bu getməyəcək çünki çöküntü yoxdur. Bunu sildik. İkinci kuprum nitrat natrium hidroksid. Burada kuprum hidroksid natrium nitrat alındığına görə, yəni kuprum hidroksid alındığına görə reaksiya gedir, bu gedər. Sonra kuprum hidroksid H-xlorla girər reaksiya. Çünki ümumiyyətlə baxın, deyərsiniz ki, çöküntüdür bu, amma çöküntü halında olan əsaslar ümumiyyətlə turşularda həll olur. Yəni bu reaksiyalar gedir həmişə. Burada heç bir problemimiz yoxdur. Sonra kuprum klorid, barium nitrat. Burada barium klorid, kuprum nitrat heç bir çöküntü yoxdur deyə bu reaksiyada deməli getməyəcək. Ona görə də burada cavab 1 və 4 B variantı. 9-da deməli manqan 4 oksid H-xlorla girsə nə alınır? Manqan xlorid, deməli H2O və xlor qazı. Burada xlorla ferrum girəndə bilirsiniz, ferrum 3 valentlisi alınır. Ferrum 3 valentli xlorid, ferrum 3 xlorid kalium hidroksidlə girsə alınır ferrum 3 hidroksid və kalium xlorid. Ferrum 3 hidroksid parçalansa alınır ferrum 3 oksid. Ferrum 2O3. Y maddəsi müəyyən etdirsə, burada cavabımız olur, deməli, D variantı. Ümumiyyətlə, demişik, yəni əsas neçə valentlidirsə, oksidi mütləq eyni alınır. Yəni, bunlar hamısı eyni valentdə gedir, valent dəyişmir. 70-ci sualımızda bizdə nə istəyir? Burada maddədir, su ilə girib, daha sonra alınan maddə H-xlorla girib, sink klorid 4 mol kalium hidroksid bu reaksiyamızdır. Deməli, ümumiyyətlə, baxın, mən variantlardan birbaşa eləmək istəyirəm. Məsələn, X sink olarsa, burada yəni əvvəlcə A yox, digərlərinə baxmaq istəyirəm. Baxın, sink su ilə girsə, sink oksid verir. Bu doğrudur. Amma sink su ilə girib heç vaxt sink hidroksid verməz. Çünki qələvi metal deyil. Qələvi metallar ancaq natrium, kalium, kalsium, yəni birinci, ikinci qrupdan olan metallar girdikdə su ilə qələvi verir. Bu olmaz. Ona görə C variantını çıxıram avtomatik olaraq Y variantında çıxıram. Çünki sink oksiddə eyni şəkildə su ilə reaksiya girib o şəkildə maddə belə gətirmir. Daha sonra B ilə D-ni də çıxıram. Niyə desə? Çünki B sink sulfid bizim çöküntümüzdür. Ağ rəngli çöküntümüzdür. O da su ilə reaksiyaya girməyəcək. Burada cavab A alınır. A-nı da geçsək, sink su ilə gələndə sink oksid H-xlorla sink klorid. O da eyni zamanda kalium 2, sink O2 duzunu əmələ gətirir. Bu düzdür. 71-ə baxıram. Z maddəsi burada yeni müəyyən edin. Kalsium oksigenlə girdikdə kalsium oksid. Kalsium oksid su ilə girdikdə kalsium hidroksid. Görürsünüz, bu qələvi metal, qələvi torpaq metaldır ki, deyə qələv verir. Kalsium hidroksid də reaksiya girdikdə kalsium karbonat çöküntüsü əmələ gətirir. Kalsium karbonat da karbon qazı su ilə bizim deməli kalsium hidrokarbonatımızı əmələ gətirir. Bunu da Y variantında görürəm. İndi keçək 71-ə. Daha doğrusu bu 71 imiş. 72-yə keçirim. Burada bəzən, baxın, tez izah edirkən texniki səhvlər qarşınıza çıxa bilər. Bunları mütləq bildirin. Çünki bəzən tam videonu editləyib axıra çıxmaq olmur. 72-ci sualdan davam edirəm. 72-ci sualda baxın. Burada verilib maddələr ki, bu hansı duzlar ola bilər, reaksiyaya girən və ya turşular. 72-də mən variantlar üzərindən geçsəm, natrium nitratlı natrium hidrosulfat alınıb. Burada duru sulfat götürmürük. Çünki bu tiplərdə duzu əgər sıxışdırıb çıxartmaq istəsə turşu, qatı sulfat götürəcəksiniz. Durunu yox, çünki onun xassəsi daha zəifdir. Mən burada A ilə yeni çıxıram. Qatı olacaq turşularımız və kalium hidrosulfat da olmaz. Çünki reaksiyamız getmir. Natrium hidrosulfatın üzərinə nə gəlsəm tam natrium sulfata çevrilir. Ümumiyyətlə belə bir ipucu verim ki, əgər bir turşudur, görürsünüzsə, duzdur, görürsünüzsə, normal duza, turş duzu normal duza çevrilib, onun hansı tərəfi azdısa onu verir ona. Məsələn, natrium hidrosulfatda burada deməli görürük ki, qələvimiz azdır. Yəni hidrogen çatmayıb. Ona görə üzərinə qələvi töksəniz, tam normal duza çevriləcək. Burada turşu əlavə eləsəniz, ümumiyyətlə turşuya reaksiya girməyəcək.
Niyə desəniz, natrium hidrosulfat zaten turşudur və sulfat 2 əsaslıdır. Yəni onun artıq hidrogen verməyə yeri yoxdur. Ona görə də sulfat turşusunun yalnız hidroduzu var və bu tip turş duzlarda, ümumiyyətlə sulfat turşusunun, turş duzlarının üzərinə heç vaxt turşu gəlmirik, öz turşusunu gəlmirik. Öz turşusunu gəlmirik, çünki alınacaq bir maddə yoxdur. Ona görə natrium hidroksid gəlirik, tam şəkildə natrium sulfat alınır. Natrium sulfat da barium xloridlə gedikdə barium sulfat çöküntüsü alınır deyə reaksiya gedir. Cavab C. Mən biraz geniş izahla edirəm ki, həm nəzəriyyə izahı olsun, həm test. 73. Burada deməli yenə eyni qaydadır. Baxın, kalium xlorid, kalium nitrat. Burada deməli götürəcəyimiz maddə xloridi sıxışdırıb çıxartmalıdır. Burada nə götürə bilərik? Baxın, elə bir şey götürməliyik ki, xloridi çöküntü olsun, çünki nitratı çöküntü yoxdur. Bunda baxırıq, argentium ola bilər ancaq. Çünki argentium xlorid çöküntüsü, ona görə cavab A, C və D ola bilər. Digərləri niyə olmaz desəniz, çünki bunlarda çöküntü yoxdur. Belə. Və nitrat turşusu xloriddən zəifdir deyə və ya eyni güclüdürlər, daha doğrusu zəif neymiş? Eyni güclüdürlər, yəni çıxartması üçün çöküntü alınmalıdır mütləq. Ona görə burada hələ ki 3 variantdır. Daha sonra kalium nitratın üzərində gəlsin sulfat alınır. Burada bayaq yuxarıda dediyim kimi sulfatın qatısını gəlməlisiniz. Natrium sulfat gəlmirəm, çünki çöküntü alınmır. D-ndə çıxdım. Növbətlə kalium sulfatın üzərində gəlsəm kalium xlorid alınır. Bu da sulfatın çöküntü verən bir duzunu götürməliyik. Bu da bariumdur. Ona görə cavab A variantıdır. Belə. 74'te burada yenə eyni şeydir. Eksigrizet maddələrini müəyyən edin deyir. Baxın, xlorid, nitrat. Ümumiyyətlə görürsünüz ki, burada kalsium nitrat həlli olan. Deməli, bu tiplərdə ipucu nədir? Xlorla çöküntü verən bir deməli duz götürün, amma çalışın ki, çöküntü olmasın. Buna da nəzər yetirin. Xlorla çöküntüsü nəyim var? Argentiumum var. Təbii ki, yenə argentiumu götürəcəm mən. Və qurğuşunu da götürə bilərəm. Qurğuşunu da çünki xlorla çöküntü verir. Sonra kalsium nitratın üzərində gəlsəm kalsium ortofosfat alınır. Burada artıq kalsium ortofosfat çöküntü deyə reaksiyaya girən duz və ya turşu burada həll olunan olmalıdır. Amma Y turşu götürə bilmərəm. Turşu dedim düzdür, amma turşu götürə bilmərəm. Çünki nitrat ortofosfatdan güclüdür. Yəni ortofosfat onu çıxara bilməz. Ona görə də burada mən nə götürəcəm? Deməli, natrium ortofosfat götürəcəm. Və natrium ortofosfat da reaksiyada kalsium ortofosfat və natrium nitrat. Daha sonra kalsium ortofosfat da üzərinə nə gəlsəm kalsium, deməli dihidro ortofosfat alınır. Burada təbii ki, görürsünüz ki, nə gəlmişəm ki, turşu hissi artıq. Mən burada turşu gəlmişəm. Ümumiyyətlə, yəni duzlarda bunu yadınızda saxlayın ki, normal duzdur. Əgər turş duza çevrilirsə, turşu əlavə etmişəm və ya turş duzdur. Normal duza çevrilirsə, deməli əsası artıb, əsas əlavə etmişəm. Bu qaydanı çox rahat tapa bilərsiniz. Burada C variantıdır. Növbəti 75-ə baxıram. Demək, hansı mərhələlər doğru deyil? Baxın, kuprum sulfat natrium. Burada deməli, belə deyək də, deyəcəksiniz ki, 75-də. Biz belə ki, çıxartma sırasında normalda natrium kuprumu çıxardır. Amma məsələ nədir? Ümumiyyətlə, burada natrium və kuprum sulfat məhlulda reaksiyalarında natrium birinci, burada suda var axı. Natrium birinci su ilə gedir. Bunu kənarda göstərmək istəyirəm sizə. Natrium hidroksid H2. Daha sonra əmələ gələn əsas duzla girir və nəticədə kuprum 2 hidroksid və natrium sulfat əmələ gəlir. Ona görə bu tip reaksiyalar gedir. Ancaq ki, metal alınmır. Ona görə bizim birinci reaksiyamız doğru deyil. Yəni, bunu yazı saxlayın ki, qələvi metallar məhlulda duzlar reaksiya girir, amma nəticədə metal alınmır. Bunu bir də vurğulamaq istədim burada sizə. Çünki su ilə reaksiya girdiyinə görə. Daha sonra birinci deməli getməyəcək, buna X qoyduq. Kuprum xlorla girər, təbii ki, kuprum xlorid bu düzdür. Daha sonra kuprum xlorid kalium hidroksidlə girər, kuprum hidroksid kalium xlorid bu da gedər. Sonra kuprum hidroksid burada nədir bu? Qarışqa turşusu. Qarışqa turşusu ilə deməli reaksiyaya gedər. Ancaq nəticədə bilirsiniz ki, qarışqa normalda turşular bu reaksiyaya girmir. Bu aldehidlərin təyini reaksiyasıdır. Amma burada bizim qarışqa turşumuzda aldehid qrupu da saxladığına görə bu reaksiya gedir. Amma nəticədə kuprum 2 oksid yox, kuprum 1 oksid alınır.
karbon qazı və su. Ona görə bu reaksiya səhvdir. Ona görə cavab 1 və 4 D variantı. 76-ya baxırıq. 76-da Z maddəsi müəyyən edin. Natrium xlorid su ilə elektroz etdikdə burada nə alınır? Natrium hidroksid bilirik ki, H2 xlor ki, natrium hidroksid karbon qazı ilə gedikdə 1-in 1-ə nisbətini vurğulayıb burada. Turş duzu alınır bu zaman. Yəni burada ümumiyyətlə əsasların karbon qazı reaksiyasında əsaslara metal kimi də baxa bilərsiniz. Yəni ki, metal karbon qazına turşu kimi baxsanız daha yaxşı başa düşərsiniz. Natrium hidrokarbonat alınır. Əgər amma 2 mol natrium hidroksid olsaydı normal duz alınacaqdı. Natrium hidrokarbonat da parçalandıqda alınır natrium karbonat, karbon qazı, su. Ona görə burada cavab olur C variantımız. Yəni C variantımız. 77-yə baxsam, burada da X maddəsi xlorla girir. Axırdan baxsaq, baxın, sink nitrat parçalananda ümumiyyətlə ortaq metal nitratı olduğu üçün oksid verir. Yəni burada mütləq ki, cavab bu ikidir. Qalan variantlara heç baxmırıq. Sink oksid ola bilərmi? Sink oksid xlorla ümumiyyətlə belə reaksiya yoxdur. Bu olmaz. Sink xlorla girər, sink klorid verər. Sink klorid arginium nitratla arginium xlorid çöküntü əmələ gətirməsi reaksiyaya daxil olar. Ona görə burada biz cavabımızı götürəcək 77-də D variantı. Sonra 78-ə baxıram. 78-də ferrum sulfat turşusuna reaksiyaya girib qatı hissi ilə ferrum 3 sulfat, SO2 və su. SO2 ilə natrium hidroksidlə girdikdə, əgər su çıxıbsa, baxın, bu tip reaksiyanda karbon qazında da belədir. Deməli, bu normaldır. Normal duzdur. Natrium sulfid. Natrium sulfid də H xlorla girsə, natrium klorid, SO2 su alınır. Burada da maddələr müəyyən edin deyir. Cavabımızı görək, harada görürük? SO2, natrium sulfid və natrium deməli xlorid A variantında. 79-da. Burada deməli kalsium hidroksixloriddir. Üstünə H xlor gəlmişik. Burada baxın, üstünə turşu gəlmişiksə, deməli bu H o H-ı götürür, gedir, su alınır. Kalsium da xlorla birləşir. Və nəticədə kalsium xlorid və su alınır. Kalsium xlorid arginium nitratla girdikdə kalsium nitrat və arginium xlorid. Cavabımız nədir? Y maddəsi həndir. Parçalı nə alınır? Kalsium nitrat aktiv metal nitratı olduğu üçün burada metalın deməli nitriti və oksigen qazı alınır. Bunu da görürük D variantında. Deməli belə. 80-ci sualımız nitrat, duru nitratdır. Kuprum gəlmişik. Duru nitrat pasiv metallarla NO əmələ gətirir. Deməli daha sonra NO oksigenlə girsə bizə NO2 verər. NO2 su oksigen qazı ilə girsə bizə verir nitrat turşusunu. Daha sonra nitrat turşusuna NH3-lə girsə ammonium nitrat əmələ gətirir. Ammonium nitrat əmələ gətirir. Ammonium nitrat da parçalandıqda deməli bizə nə verir? N2O və su. Deməli burada deyək ki, hansı mərhələdə azot peroksid əmələ gəldi? Biz hansı mərhələdə gördük bunu? 5-ci mərhələdə azot peroksid ancaq əmələ gəlir. Sonra 81-ci sual X, Y, Z maddələrini müəyyən edin. Deməli belə. Karbon qazı amonyakla girdikdə baxın, bizə verir nə? Keçən dəfədən bilir ki, karbamid əmələ gətirir. Bu karbamid olacaq. Mən bunu görürəm hansı variantlarda? A-da, D-də və Y-də. Sonra karbon qazı maqneziumla girsə, deməli nə əmələ gətirir? Maqnezium oksid plus karbon. Karbon qazı da deməli amonyak su ilə reaksiyaya girsə, burada əmələ gətirir deməli ammonium karbonat. Deməli ammonium karbonat. Bunu da biz görürük harda? Deməli daha doğrusu bir dəqiqə ammonium karbon qazı su ilə nisbətlər bu şəkildəsə ammonium hidrokarbonat əmələ gətirir. Çünki amonyak özünü bir valentli metal kimi aparanda bir valentli metalın əsas kimi aparsa burada əvvəlcə turş duzu alınacaq. Ona görə ammonium hidrokarbonat. Bunu da görürük biz harda? D variantında. Növbəti 82-ci sual. Bunda deməli natrium karbonat NO2 ilə reaksiyaya girsə natrium nitrat nitrit karbon qazı əmələ gəlir. Burada natrium deməli kalium xloridin 100 dərəcədə gedən bu gübrə alınması reaksiyası bilirik ki, natrium nitratdır. 100 dərəcədir bu reaksiya. Dönən reaksiya normaldır, amma 100 dərəcədə gedir.
Natrium xlorid, bu gübrə reaksiyasıdır. Natrium xlorid, kalium nitrat alınır. Kalium nitrat da qatı sulfat turşusu ilə girdikdə kalium hidrosulfat və nitrat turşusu əmələ gətirir. Nitrat turşusu da deməli burada bir dəqiqə. Nitrat turşusu əmələ gətirir. Nitrat turşusu da burada deməli magneziumla girsə, duru və ya qatda burada duz əmələ gəlir. Yəni nitrat turşusunun duzu alınacaq qatı və ya duru olmasına asılı olaraq. Burada da alınmırdıysa yalnız 3-də duz alınmır, turşu alınır. Ona görə cavab 3. 83-ə baxırıq. Deməli, silisium 4 oksid kalsium ortofosfat reaksiyası. Burada deməli alınır kalsium silikat və P2O5. P2O5 alınır. Bunu gördük B-də. Sonra P2O5 kalsium oksidlə girsə, 3 molla girsə tam şəkildə normal duzu verir bizə. Çünki tam şəkildə 3 moldur. Kalsium oksid, bunu bildik. Kalsium ortofosfat 4 mol deməli ortofosfat turşusundan girsə reaksiya nə alınır ona baxaq. Deməli kalsium 3, PO4 2. 4 mol ortofosfat turşusuna reaksiya girib. Deməli burada baxın, bunu necə bilə bilərsiniz? Burada deməli mən bunu belə hesablayım. Kalsium 2 valent, 2 vursus 3-ə 6. Burada 6-dır. OH kimi düşünə bilərsiniz onu. Burada isə 12 hidrogen var. İxtisar aparsanız 1-in 2-yə nisbətindədir. Yəni 1-in 2-yə nisbətində də girsə bu demək ki, alınan duzun tərkibində 2 hidrogen olmalıdır. Bunu bu şəkildə rahat yadınızda saxlaya bilərsiniz. Bunu da gördük harda? B variantında. Biraz qarışıq oldu bəlkə bu hissə, amma yəni bu şəkildə rahat həll edə bilərsiniz ki, bunu OH kimi, bunu H kimi işarət. 1-in 2 olanda içindəki hidrogen sayını sizə tam şəkildə verəcək. Yəni burada hidroduz alınır. Reaksiyanın rahat yazma forması budur. Növbətliyə keçirəm. 84-cü sualımıza. Burada da yenə kalsium ortofosfat girib silisium 4 oksidlə. Burada da yenə P2O5'imizi verəcək bizim. P2O5 də su ilə girsə temperaturla demək ki, burada artıq ortofosfat turşusudur, qaynardır yəni. Ortofosfat da argentium nitratla girsə argentium ortofosfat çöküntüsünü bizə verəcək. Deməli, cavablara baxsaq, bunları biz harada görürük? Y variantında P2O5, H3PO4 və argentium ortofosfat. 85. Burada yenə Z maddəsi müəyyən edildi. Belə deyək də, bu reaksiya, 85-ci reaksiya fosforun alınma reaksiyası. Deməli, bu fosforun alınma reaksiyasıdır və reaksiya nəticəsində alınır deməli, kalsium silikat, kalsium metasilikat, deməli, dəm qazı və ağ fosfor alınır. Deməli, fosfor da oksigenlə girdikdə bizə verir P2O5, P2O5-də sonra reaksiya girdikdə qaynar şəkildə ortofosfat turşusunu verir. Burada da biz A variantımızı götürürük. 86. Burada da Z maddəsi müəyyən edilir. Ferum nitrat parçalananda ferum deməli 3 oksid, oksigen qazı və NO2 əmələ gəlir. Daha sonra NO2 natrium karbonatdan, yəni nitrat, nitrat karbon qazı. Karbon qazı da amoyakla bizə verir karbamid. Yəni burada artıq siz dəfələr reaksiya yazaraq reaksiyaları avtomatik əzbərləyirsiniz. 87-də yenə eyni reaksiyamızdır. Burada X1 kalium xlorid 100 görürsünüzsə bu reaksiya. Normalda demişdik girmir, amma bu xüsusi bir şərtdir. Burada bu natrium nitratdır. Yəni heç bu reaksiyanı bilməsəniz belə o kalium xlorid 100 görəndə bunu avtomatik natrium nitrat bilməlisiniz. Yəni bu gübrədir alınan maddə. Və burada alınır nə? Natrium xlorid, kalium nitrat. Burada kalium hidrosulfatsa deməli bu kalium nitrat maddəsidir. Buradakı X2. Kalium nitrat da sulfatla gedir kalium hidrosulfat nitrat turşusu. Daha sonra nitrat turşusu da amoyakla girdikdə bizə amonium nitrat verir. Deməli, amonium nitrat verir bizə. Burada bir hansı maddələrdən gübrə kimi istifadə olunur? Gübrə kimi istifadə olunanlar təbii ki, yalnız olunmur deyir. Dedik ki, X1 zaten burada alınan maddə bizim gübrəmizdir. Çünki bilir ki, natriumdur, kaliumdur, amoniumdur, sonra amonium sulfatdır, karbamiddir. Bunlar azotlu gübrə sayılır. Yəni, xüsusən də natriumdur, kaliumdur, amoniumdur, bunlara şoralar deyilir.
Yəni burada X1-dir, X2-dir bizim gübrələrimizdir. Biri Çilidir, o biri deməli Hindistan şorasıdır. Sadəcə nitrat turşusu gübrə deyil və ammonium nitrat da bizim ammonium nitratımız da gübrämizdir. Ona görə cavab X3-dür. Burada yəni C variantı 80 deməli 8. Birinci reaksiyanı bayaq vurğuladıq ki, bu reaksiyamız bizim ağ fosforun alınmasıdır. Belə. Birinci reaksiyamız fosfor üstəgəl kalium klorat. Bu reaksiya kibrit reaksiyası deyirik biz buna. Deməli burada alınır PKO5 kalium klorid, fosfor 5 oksid və fosforun üzərinə kalsium gəlsə kalsium 3P2 bu şəkildə fosfitlər əmələ gəlir. Fosforun nitrat turşusu və su ilə reaksiyaya girəndə də deməli alınır NO və ortofosfat turşusu. Bu cavablar deməli A variantı olur. 89-da kuprum hidroksid parçalananda deməli bizə verir kuprum 2 oksid su, kuprum 2 oksid CO kuprum karbon qazı, kuprum nitratın qaçısına getdikdə kuprum 2 nitrat. Kuprum nitrat da bilirsiniz ki, orta aktiv, normalda pasiv metaldır, amma orta aktiv metallar nitratlar kimi parçalanır. Nəticədə oksid verir bizə. Deməli alınır kuprum oksid, NO2 deməli kuprum oksid, NO2 oksigen qazı. Burada Y maddəsi ona görə NO2 olur. Y variantı. 90-cı sualda bunu bayaqdan ezbərlədik ki, artıq X1 burada nə olacaq? Kalsium fosfat, karbon silisium 4 oksid fosfordur bu ağ fosfor. Burada alınır deməli oksigenlə girdikdə PKO5, PKO5-də qaynar suda H3PO4, H3PO4-də kalsium ortofosfatla girsə, kalsium dihidro ortofosfat alınır. Burada soruşur ki, hansı maddələr gübrə kimi istifadə olunur? Burada ancaq X4-ü götürəcəksiniz. Yəni kalsium diortofosfat. Bu bizim 2 qaz süperfosfatımızdır bu arada adı. Qalanlar isə gübrə deyil. Sonra 91. Deməli ferrum. Dəmir qatı nitratla girdikdə bizə verir. Dəmir 3 nitrat. Deməli dəmir NO3 3. Dəmir 3 nitrat deməli parçalandıqda orta aktiv metal olduğu üçün dəmirin 3 oksidini əmələ gətirir. Daha sonra dəmir 3 nitrat natrium hidroksiddən dəmirin 3 hidroksidini əmələ gətirəcək burada. Çöküntüdür gedir. Ferrum 3 nitratda sinklə girdikdə sink onu çıxaracaq, yerinə keçəcək və ferrum alınacaq. Burada deyir ki, X, Y, Z maddələrini müəyyən edin. Burada hansılar olacaq? Onlar deməli biz görəcəyik bunu. Diqqətlə baxsanız Y variantında. 92-ci suala baxsaq, deməli 92-ci sualda birinci hidrogen peroksid manqan 4 oksid iştirakında parçalanır. Deməli burada alınır bilirik ki, su ilə oksigen qazı. Hidrogen alınmaz. Bu yanlışdır. Birinci variantı sildik. Ümumiyyətlə qoyun burada X qoyun. Sonra hidrogen natriumla reaksiya natrium hidrit bu doğrudur. Natrium hidrit su ilə natrium hidroksid verir. Bu da doğrudur. Natrium hidroksid maqneziumla girməz. Ümumiyyətlə qələvi ilə girməsi üçün amfiter metal olması lazım. Bu yanlışdır. Burada doğru olmayan mərhələlər 1 və 4. C variantı. 93-ə baxsam 93-cü sualda natrium peroksid karbon qazına oksigen verir, bu doğru. Oksigen amonyakdan katalizasiya iştirakını ionol verir, bu doğru. 3 yanlışdır bu reaksiya, belə bir reaksiya yoxdur, getməz. 4-cü reaksiyada deməli bu da doğrudur. Çünki kalium nitrat karbon qazı su qazananda maddə alınır deyə gedər. Bir də nitrat karbonatdan güclü deyə çıxardar. Cavab 1, 2, 4. Növbəti 94. 94-ə baxdıqda hansı mərhələlər doğrudur deyir bizə. Deməli burada da birinci amonyak oksigen qazı ilə katalizatorsuz NO2 verməz. Deməli bu yanlış. N2 verər, bu yanlışdır. Növbəti NO2 deməli natrium karbonatla yəni NO2 karbonun qazını çıxardar. Bu doğrudur. Natrium nitrat nitrit karbon qazı alınır. Deməli bu 3-cü reaksiya yuxarıda gördüyümüz oksigen alınır. Bu da doğru. 4-cü reaksiyamız yanlışdır. Oksigen xlorla reaksiyaya girməz. Bu yanlış. Cavab deməli burada oldu 2 və 3. C variantı. Növbəti 95. Deməli 95-imizdə deməli Z maddəsi müəyyən edildir. Birinci reaksiya kuprum oksid hidrogen burada alınır deməli su.
Daha sonra su ilə natrium reaksiyasında natrium hidroksid H2. H2 də deməli ferum 3O4-dən reaksiyaya girdikdə hidrogen atomiya üsulu ilə burada ferum ayırar. Yine burada su alınır. Su ilə də sinqin reaksiyasında sink oksidi alınır və hidrogen qaz çıxar. Bunu da biz Y-də görürük. Növbəti deməli 96. 96-da isə deməli kuprum oksid hidrogenin yenə kuprum və su verər bizə. Su ferumdan ferum 3O4 H2 verər. H2 natriumdan natrium hidrit verər. Natrium hidrit də su ilə natrium hidroksid verər. Bu da D variantı. 97-ci sualda deməli bizdən nə istəyir? Natrium karbonat silisium 4 oksidinə girdikdə natrium metasilikat karbon qazı alınır. H-xlor onu duzundan çıxardar natrium metasilikat turşusunu. Burada deməli alınar natrium xlorid metasilikat turşusu. Metasilikat turşusu parçalanar silisium O2 suya. Silisium O2-də magnezium oksidinə reaksiyaya girdikdə deməli burada alınır magnezium metasilikat. Bunu da görürük A variantında. Sonra 98 kuprum oksidindən kuprum oksid verir. Hansı mərhələlər doğru deyir. Deməli burada birinci doğrudur. Daha sonra deməli ikinci reaksiyamız da doğrudur, kuprum su. Kuprum H-xloruna girməz, çünki hidrogen çıxara bilməz. Hidrogendən sonra yerləşən metaldır. Deməli sonra kuprum xlorid natrium hidroksidindən girdikdə natrium xlorid kuprum 2 hidroksid alınır. Bu doğrudur. 5-ci reaksiyada isə getməz. Nə demişdik? Duzla əsas girirsə hər ikisi reaksiyada həll olan olmalıdır. Ona görə getməz. Burada deməli doğru olmayan mərhələlər 3 və 5-dir. D variantı. Sonra 99. Kalsium deməli dihidroortofosfat üzərinə kalsium hidroksid gəldikdə deməli burada alınır kalsium ortofosfat. Kalsium ortofosfatı üzərinə karbon silisium 4 oksid gəldikdə bu dedik ağ fosforun alınma reaksiyasıdır. Burada alınır deməli ağ fosfor. Fosforda deməli kalium xloratdan reaksiyaya girdikdə alınır deməli PKO5 kalium xlorid. Buradan da su ilə reaksiyaya girən PKO5-dir. Fosfor 5 oksiddə su ilə temperaturla qaynarla girdikdə ortofosfat turşusu yaranır. Bunu da B-də görürük. 100-cü sual. 100-cü sualımızda artıq burada alınan maddə haqqında hansı fikir səhvdir onu baxacağıq. Deməli belə. Baxaq görək nə alınır. Sulfat turşusu ferumun turşusu ilə girdikdə dəmir 2 sulfat alınır. Aha. Dəmir 2 sulfatdan sinqin reaksiya, sinq onu duzundan çıxardır. Alınır sinq sulfat dəmir. Burada nitratla girən nə olacaq? Deməli dəmir olacaq. Qat nitratla girən. Digər maddəm çünki aşağıdadır. Dəmir qat nitratla reaksiyaya girdikdə demişdik nə alınır? 3 valentli duzu alınacaq dəmirin. Dəmir 3 nitrat. Aha. NO və su. İndi deyir ki, Z maddəsi üçün hansı fikirlər yanlışdır? Qızdırıldıqda dəmir oksid, 2 oksid əmələ gəlir. Bu fikir yanlışdır. Çünki qızdırıldıqda nə edir? Dəmir demişik neçə valentli? 3 valentli isə dəmir 3 valentli oksid əmələ gələcək. Ferum 3 oksid, 2 oksid yox, bu səhvdir. Sonra hidrolizindən turş mühit yaranır. Baxın, hidrolizdə demişdik ki, mühiti gücü təyin edir. Bunun gücü tərəfi turşu olduğu üçün mühitimiz turş olar. Bu düzdür. Sonra xlorid turşusu reaksiyaya daxil olur. Baxaq, dəmir 2 nitrat xlorid turşusu reaksiyaya daxil olarmı? Deməli, bu fikir yanlışdır. Çünki hər ikisi eyni qüvvətlidir və çıxardar o zaman ki, əgər çöküntü alınsaydı, burada belə bir variant yoxdur deyə. Bu da yanlışdır. Cavabımız olur deməli 1 və 3 C variantı. 101-imiz 101-ci sualda X-Y maddələrimizi müəyyən edin deyir. Baxın, burada kalium xlorid su variantlarla geçsə, kalium xlorid su verər. Bu nəyin xlor reaksiyasıdır? Kalium xloratdan xlorun alınma reaksiyalardır bunlar. Və Y maddəsi burada xlor qazı olur. Xlor qazı kalium hidroksidlə temperatur şəraitində kalium xlorat verər bizə. Kalium xlorat manqan 4 oksid iştirakında temperaturla parçalandıqda kalium xlorid oksigen qazı.
Kalium kloridin də suda elektrolizisindən kalium hidroksid, H2 və xlor qazı əmələ gəlir. Burada Y deməli nədir? Y təbii ki, yenə xlor qazıdır. Z-də kalium klorid. Bunu görürük C variantında. 102-də deməli variantlarla geçsək, hansı maddə etki üzərinə CO gələndə dəmirin daha doğrusu hansı maddəsi dəmir versin? Bu dəmir 2 oksiddir təbii ki. CO ilə girdikdə dəmir karbon qazı verir. Dəmir H xlorla birlikdə reaksiya 2 valentli olur. Dəmir 2 klorid əmələ gətirir. Dəmir 2 klorid də natrium hidroksidinə girsə, təbii ki 2 valentli hidroksid əmələ gətirir. Bu da B variantı olur. Növbəti 103. Burada silisium O2 plus karbon alınır. Silisium plus deməli CO. Burada yəni maddə silisiumdur. CO ola bilməz çünki kalium hidroksid su ilə girməz o maddə. Silisium girər burada reaksiyaya. Silisium girdikdə deməli kalium metasilikat H2 qazı əmələ gətirir. Bunların hər ikisi hal-hazırda ola bilər. Və Y maddəsi CO ilə girsin. Bu da təbii ki H2 olar. CO ilə girən. Nəticədə nə əmələ gəlir? Deməli burada metil spirt əmələ gəlir. Ona görə də burada cavabımız C variantı olur. Sonra 104. Deməli burada kuprum qat nitratla reaksiyaya girdi. Kuprum 2 nitrat H2 və NO2 əmələ gətirir. NO2 O2 suyu ilə nitrat turşusu verər. Nitrat turşusu amonyakdan ammonium nitrat verər. Ammonium nitrat da parçalandıqda deməli N2O və su verər. Burada da maddə nədir? N2O C variantı. 105. Yine kuprum qat nitratla dediyimiz kimi nə əmələ gətirəcək? NO2, kuprum 2 nitrat su, NO2 natrium karbonat, natrium nitrat, nitrit, deməli karbon qazı. Burada parçalanan təbii ki natrium nitrat olar. Natrium nitrat da parçalandıqda natrium nitrit oksigen qazı verir. Burada hansı mərhələdə azotun oksid əmələ gəldi? Sadəcə birinci mərhələdə deməli azotun oksid əmələ gəldi. Ona görə burada variantımız D-dır. 106. Deməli kalsium ortofosfat silisium 4 karbonu bu ağ fosforun alınma reaksiyası yenə əzbərlədik. Fosfor oksigenlə PKO5, PKO5 soyuqda artıq nə əmələ gətirəcək? Deməli burada HPO3. Bu da C variantı. 107-ci sualda pirit oksigenlə reaksiyaya girdikdə dəmir deməli 3 oksid CO2, dəmir 3 oksiddə deməli CO-dan reaksiyaya girdikdə burada alınır dəmir 3O4 qarşı oksid alınır. Qarşı oksid H xlorla girdikdə dəmir 2 klorid, 3 klorid və su verir. Burada cavabımız nə olacaq? B variantı. Növbəti 108-ə baxıram. 108-ci sualda deməli kuprum klorid kalium hidroksidlə girib burada. Kuprum 2 hidroksid kalium klorid, kuprum 2 hidroksid parçalandı, kuprum 2 oksid, kuprum 2 oksiddə H2 ilə reaksiyaya girdikdə deməli alınır kuprum və su. Deyir ki, Z hansı maddə reaksiya daxil olar? Bax, kuprum qələvi ilə girməz, çünki amfiter metal deyil. Turşu ilə, H xlorla girməz, çünki çıxarda bilməyəcək. Eyni zamanda sirkə turşusuna da H2-ni çıxarda bilmir deyə girmir. Sonra karbon qazıyla da reaksiyaya girməz. Sadəcə qatı sulfatla girər. Bu da Y variantı. Deməli, növbəti 109. Burada kuprum bromid, kalium hidroksid. Deməli, alınır kuprum 2 hidroksid, kalium bromid, kuprum 2 hidroksid ilə parçalanır. Kuprum 2 oksid H2-yə, daha doğrusu kuprum 2 oksid suya, kuprum 2 oksid H2 ilə reaksiyaya girdikdə kuprum və su. Yenə deyir Z hansı maddə reaksiya daxil olar. Bayaq dediyim kimi burada H xloru, duru sulfat turşusunu, çünki H2 çıxarda bilir, ortofosfatı çıxıram, qələvini çıxıram, bir də nitrat turşusunu hər şəkildə girir. Üçüncü sualımız, deməli burada PKO5 su ilə 0 dərəcə Selsidə olanda bizə verir metafosfat turşusu, 100 dərəcədə ortofosfat turşusu əmələ gətirir. Deməli Z kalium kloratla girib bu şəkildə alınırsa, bu bilirik ki, fosfordur, kibrit reaksiyasıdır. Bunlar da uyğun gələn variantımızı biz görürük A variantında. Növbəti 111. Burada da deməli fosfor girir. Nitrat və su ilə burada ortofosfat turşusu NO əmələ gəlir. Daha sonra fosfor kalium kloratla girir. Burada da yeni PKO5. Y bunlar artıq əzbərlədik. Kalsium fosfit
su ilə girdikdə deməli əmələ gətirir. Deməli pH 3. pH 3 maddənin adı fosfindir, zəhərli qazdır bilirsiniz ki. pH 3. Bunlar da uyğun gələn variantları biz harda görürük? Deməli Y variantında. Burada Y, 112-yə baxıram. Maddələr müəyyən edin deyir. Deməli baxıram, H-xlorla girib dəmir 2 xlor əmələ gətiribsə, bu təbii ki nə ola bilər? Dəmirin özü. Deməli dəmir özü ola bilər, H2 çıxıbsa. Qalanları olsa su ola bilərdi. Deməli burada nə götürürəm? Dəmirin özünü. Dəmir 2 xlor nə ilə girsə dəmir 2 hidroksid verər. Burada təbii ki əsaslı bir şeydir, əsasla girməlidir. Burada nə götürürəm? Natrium hidroksid olmaq çünki çöküntüdür. Ferum 2 hidroksiddə üzərinə hidrogen peroksid gəlsəm ancaq dəmir 3 hidroksidə çevrilər. Bu da uyğundur C variantına. 113. Burada dəmir deməli H-xlorla girib dəmir 2 xlor əmələ gətirir. Sonra dəmir 2 xloriddən natrium hidroksidlə getirir, dəmir 2 hidroksid əmələ gətirir. Mütləq neçə variantdirsə o qədər başqası olmur. Dəmir 2 hidroksiddə deməli hidrogen peroksidlə getdə bayaq reaksiya dəmir 3 hidroksid əmələ gətirir. Bu A variantımız. 14-də baxırıq. Hansı ümumiyyətlə dəmirin burada hər hansı bir oksid ola bilər. Dəmir alırıqsa burada üzərinə CO gəlib, variantlar hamısı uyğun gələ bilər. Dəmirin üstünə xlor qaz gəlir, dəmir 3 xlorid əmələ gəlir. Bunu mən sadəcə 2 variantda görürəm. Dəmir 3 xloridin də üzərinə deməli natrium hidroksid gəldikdə dəmirin 3 variantlı hidroksid əmələ gəlməlidir. Deməli burada cavab ferum 3 oksid, ferum 3 xlorid, ferum 3 hidroksiddir. Ona görə cavabımız olur B variantı. 115-ci sual. Pirit. Pirit oksigende yandıqda dəmir 3 oksid CO2 əmələ gətirir. SO2 əmələ gətirir. Dəmir 3 oksiddə üzərinə sulfat turşusu gəlsək, dəmir 3 sulfat əmələ gəlir. Daha sonra dəmir 3 sulfatda kalium hidroksid reaksiyasında dəmir 3 hidroksid əmələ gələcək. Neçə variantsa baxın o şəkildə gedirik. Bunu da A variantına görürəm. Növbəti 116. Deməli natrium karbonat NO2 ilə gedir dedik. Natrium nitrat, nitrit, karbon qazı. Burada nitrit varsa bu nitratdır. Sonra NO2 üzərində su gələndə nə əmələ gəlir deməli? Nitrat turşusu NO, bu da D variantı. Növbəti 117-də kuprum oksid H2 ilə girəcək, verəcək bizə kuprum və su. Kuprum qatı sulfatla SO2 qazı, SO2 oksigenlə SO3, SO3 də kalsium oksidlə kalsium sulfat. Bu olur C. Sonra 118. Deməli, kuprum nə ilə girsə NO2 verər bizə. Kuprum deməli burada NO2 isə qatı nitrat turşusudur. NO2 də üzərinə nə gəlsəm natrium nitrat verər. Natrium karbonat təbii ki, bayaqdan bunu əzbərlədik. Natrium nitrat da parçalı, natrium nitrit, oksigen qazı. Bu da Y variantıdır. Sonra 119. XYZ maddələrini müəyyən edin. Baxaq görək burada nədir? Biraz uzaqlaşdırıb baxacaq burada. Kalium xloridin üzərinə nə gəlsəm, kalium nitrat alınır. Baxın, bu tip məsələləri necə yazacaqsınız? Kalium xloriddə suda həll olandır. Kalium nitratda, deməli, üzərinə gələcəyiniz X tuzu suda həll olan olmalıdır birinci qayda. Amma nəticədə çöküntü verməlidir. Burada da siz ipucu nədir? Xlorla çöküntü verən bir maddə götürməlisiniz. Ki, reaksiya geçsin. Xlorla da çöküntü verən argentiumdur. Ona görə argentiumun duzunu götürürsünüz burada. Yaxınlaşdıraq. Sonra burada növbəti nədir? Kalium nitratdan girsin, kalium sulfat versin. Burada da sulfatla çöküntü verən bir maddə götürməlisiniz. Və ya belə desək, burada sulfatın özünü də götürə bilərsiniz. Çünki sıxışdırıb çıxaracaq. Çünki başqa bir çöküntü verən duz yoxdur. Bu səfər sulfatı götürürük burada. Sonra sulfatla reaksiya girsin, kalium sulfatla kalium xlorid əmələ gətirsin. Burada da nə götürəcəyik? Burada biz bariumun duzunu götürəcəyik. Çünki o zaman nəticədə çöküntü halında maddə alınır və reaksiya gedir. Burada cavab D variantı olmuş olur. Keçək 120-yə. X bölü H xlor. Deməli belə. Burada xlorid turşusuna reaksiya nə gedə bilər? Dedi ki, kuprum girməyəcək. Çünki hidrogen qazanımda kuprum oksid olacaq. Kuprum 2 oksid. Kuprum 2 oksidə H xlorla gedir. Kuprum xlorid.
deməli su əmələ gətirir. Kuprum xlorid də argentinium nitratla birlikdə kuprum nitrat, argentinium xlorid çöküntüsü əmələ gətirir. Deməli kuprum 2 nitratda parçalandıqda bu deməli orta aktiv metallar nitratlar kimi parçalandığı üçün istisnadır. Kuprum oksid NO2 oksigen qazı əmələ gətirir. Burada deməli cavabımız C variantı olur. Daha sonra 121. 121-ci sualımızda. Deməli burada maddə də parçalanıb və H xlor. Deməli maqnezium əvvəlcə axırdan baxaq. Maqnezium xlorid argentinium nitratla birlikdə argentinium xlorid maqnezium nitrat əmələ gətirir. Deməli bu maddə maqnezium nitratdır. X maddəsi də onda olmuş olur. Maqnezium nitrat da deməli parçalandıqda maqnezium oksid, daha doğrusu maqnezium oksid NO2O2 əmələ gətirir. Burada H xlorla girən maddə deməli hansı olacaqdır? Təbii ki, maqneziumun oksidi. Maqnezium oksidi H xlorla birlikdə maqnezium xlorid əmələ gətirir. Davamı da belə. Yəni 121-də də cavabımız C variantı olmuş olur. Sonra 122. 22-ci sualda deməli sink xloridin üzərinə 2 mol X maddəsi gəlmiş. Bu maddə yenidən alınan maddənin üzərinə yenidən 2 mol əmələ gətirir, Z əmələ gəlir. Burada deməli bu təbii ki, qələv ola bilər, ancaq sink xloridlə reaksiya girən burada. Yəni A, B, C, D variantlarında hər hansı ola bilər. Sink xlorid qələvinə reaksiya girəndə nə alınacaq? Sink deməli 2 hidroksid və deməli həmin o qələv nədirsə, məsələn burada kalium variantlara uyğun gələn kalium xlorid əmələ gələcək. Daha sonra yenidən bu sink hidroksidin üzərinə həmin o 2 mol məsələn kalium hidroksid əmələ gəldi. Kalium deməli sinkat əmələ gələcək. Bir də su. Deməli bu da uyğun variant B-dir. 123-ə baxsam. 123-cü sualda. Deməli X maddəsinin üzərinə oksigen gəlmiş, SO2 əmələ gəlir. Deməli, gəlin Z-dən ən sondan baxaq. Dəmir 3SO4-dür. Üzərinə deməli natrium hidroksid gəlmiş. Burada təbii ki, dəmir 3 valentli əsas alınacaq. Yəni dəmir 3 hidroksid əmələ gələcək. Yəni variantlarımız B ilə D-dir. Hər hansı biri ola bilər. İndi başa qayıdıram. Dəmirin üzərinə də oksigen gəlsəm, burada dəmir 3O4 əmələ gələr. Buradan SO2 çıxmaz. Onda D variantı ələyirəm və B-dən gəlirik. Bir də oksigendən getdi dəmir 3 deməli oksid SO2. Dəmir 3 oksid sulfat turşuna gedir. Dəmir 3 sulfat əmələ gətirir. Bunlar doğrudur. Ona görə cavab B-dir. 124. 124-də baxıram. Burada da yenə kalium hidroksid xlor qazından temperaturla gedir. Kalium xlorat. Kalium xlorid manqan 4 oksidinə bunlar artıq əzbərlədik. Kalium xlorid deməli oksigen qazı. Burada təbii ki, bu nə olacaqdır? Oksigen qazı dəmirlə getdiyi üçün bu da verir bizə dəmir 3O4 qarşı oksid. Bunu deməli mən görürəm B variantında. 125-ci sualda yenə hidrogen peroksidli parçanın eyni proseslərdir. Burada yəni alınacaqdır oksigen qazı su, oksigen qazı amoniyakla katalizator iştiraklı iono və su verir bizə. Su ilə natriumla getdikdə natrium hidroksid H2. Bəsit maddəni müəyyən edin. Burada X-lə Z olur. Cavabımızı götürürük A variantı. Növbəti 126. Silisium oksid 4 oksid yenə karbonla girdikdə bizə verir silisium və CO. Deməli silisiumda qələvi ilə reaksiya girdikdə suda kalium metasilikat və deməli H2 qazını əmələ gətirir. H2 də kuprum oksidlə reaksiyaya girdikdə deməli burada kuprum və su. Ona görə cavablarımızı götürürük C variantı. Növbəti 127. Burada karbon qazı maqneziumdan girdikdə bizə verir maqnezium oksid karbon. Deməli burada deməli nə götürəcək? Karbon variantlarımızı götürürük. Maqnezium oksid də təbii ola bilər alınanlar arasında. Amma sulfatın qatısı ilə girir və karbon qazısa bu deməli nədir? Karbondur. Ona görə yeni silirəm. Deməli karbon sulfat turşunun qatısına getdikdə bizə nə verəcəkdir? SO2, karbon qazı su. SO2 də natrium. Deməli oksiddən getdikdə natrium SO2 olduğu üçün sulfit. Ona görə də bunları harda görürük? A variantında. Növbəti 128.
Yine burada bu vanadyum 5 oksidi görən kimi katalizator bu təbii ki nə olacaq? SO2'dir. SO2 oksigenlə girdikdə bizə verir SO3. SO3 isə su ilə girdikdə sulfat turşusu. Deməli, sulfat turşusu da barium xloridlə, barium sulfat. Bu da olur C variantımız. Bunlar hər iki rahatdır bu bölmə artıq. 129'da da yenə baxsaq, kalsium girib kalsium xlorid verib. Nə ola bilər bu maddə? Deməli, baxın, buradan başlayaq. Kalsium xlorid sulfatın qazisi ilə girdikdə bizə nə verəcək? Kalsium deməli, sulfat, H-xlor və manqan 4 oksidən giribsə, bu deməli nə olacaqdır? Reaksiya olaraq xlordur, xlorid turşusudur. Xlorid turşusu da manqan 4 oksidən reaksiya girdikdə manqan xlorid, xlor qazı su əmələ gətirir. Su əmələ gətirir. Burada indi X hansı maddə ola bilər ki, kalsiumla girsin? Təbii ki, xlor olacaq. Burada kalsiumla reaksiya edib kalsium xlorid verdiyi üçün. Baxın, buradan təyin etdik. X xlor qazı, Y maddəsi də H xlor. Beləliklə 129 D-dir. 130. Son olaraq bunu da izah edək. Növbəti artıq suallar digər videoda paylaşacağım. 130. Burada deməli X xlorla girsin. Deməli, mən burada yenə axırdan başlayayım. Sink nitrat parçalarında bizə nə verəcək? Sink oksid, NO2, O2. Belə. Deməli, burada variantlarda nə ola bilər? Sink oksid, NO2, O2. Yəni, ya A, ya C-dir. X onda sink və ya sink oksid ola bilər. Birincisi, sink oksid xlorla girməz. Ona görə bu sinkdir. Sink xlorla girər, sink xlorid verər. Sink xlorid argin nitratdan, sink nitrat. Ona görə cavab A-dır burada. Belə. Beləliklə 130'a qədər izah etdim bu bölməni. Ardını da yenə paylaşacağım növbəti 3-cü hissədə. İzləməyi, fikrinizi bildirməyi unutmayın. Eyni zamanda videoları paylaşa da bilərsiniz ki, daha çox insana videolarım çatmış olsun. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşərik.